Salam əziz dostlar. Biz iman qəhrəmanları mövzusunu araşdırmağa davam edirik. Qəhrəmanlıq deyəndə yəqin ki, ağlımıza dərhal güc, şöhrət, bəlkə də döyüşlər gəlir. Amma bəlkə də əsl qəhrəmanlıq, əsl güc heç gözləmədiyimiz bir yerdə gizlənib. Məsələn, təslimiyyətdə, təvəzzökarlıqda. Gəlin bu heyrətamiz hekayənin dərinliklərinə birlikdə baş vuraq. Elə isə gəlin bu sualla başlayaq. Həqiqi güc əslində nəyə bənzəyir? Həmişə qışqıran, özünü göstərən, ən yaxşı payı birinci götürən bir şeydirmi? Yoxsa bəlkə də gücün daha dərin, daha sakit, daha təmkinli bir forması var? Gəlin görək cavabı bizi hara aparacaq? Hekayəmiz bizi qədim zamanlara, böyük bir lider Yeşuanın yanına aparır. Amma onun liderlik anlayışını bilin. Bizim bugün alışdığımızdan çox fərqlidir. Və elə məhz buna görə də onun hekayəsi bu qədər cəlb edicidir. Bir anlıq təsəvvür edin. Siz böyük bir ordunun komandanısınız. Uzun mübarizələrdən sonra nəhayət ki, yeni bir vətəni fəth etmisiniz. İndi isə o bərəkətli torpaqları bölüşdürmək məsuliyyəti sizin çiyinlərinizdədir. Nə edərsiniz? Yəqin hamımız düşünərik ki, belə bir lider ilk növbədə özünə ən yaxşı, ən stratejik yeri götürməlidir. Bu onun haqqıdır, elə deyilmi? Amma baxın, Yeşua, o tamamilə başqa bir yol seçdi. Gözlənilməz bir yol. Baxın, bu sitat hər şeyi necə də aydın göstərir. Yeşua səbirlə gözlədi. Hər kəsin, hər bir qəbilənin öz payını almasını təmin etdi. O əvvəlcə mən demədi, əvvəlcə siz dedi. Özünü yox, xalqını düşündü və yalnız hər şey bitəndən sonra insanlar ona bir pay verdilər. Amma bu bir mükafat değildi. Yox, bu bir hörmət, bir minnətdarlıq əlaməti idi. Bu əsl xidmətçi liderliyinin möhtəşəm bir nümunəsidir. Elə deyilmi? Amma hekayə bununla bitmir. Gəlin Yeşuanın bu qərarının dərinliklərinə inək. Çünki onun aldığı o mirasın adı, bax o adın özü belə bütün hekayəni danışır. Və baxın, işin ən heyrətamiz tərəfi də elə budur. Yeşuanın seçdiyi şəhərin adı Timnat-Sera, hərfi mənada artıq qalan pay, artıq hissə deməkdir. Təsəvvür edə bilirsiniz, ölkənin fatihi, böyük lider gedib ən yaxşı, ən münbit torpaqları yox, hamı öz payını seçib götürdükdən sonra kənarda qalan artıq hissəni istəyir. Bu seçim onun xarakter haqqında bizə nə qədər çox şey deyir. Yəni, gəlin baxaq onun bu seçimi əslində nələri ortaya qoyur. Birincisi, o hər kəsin təmin olunmasını gözlədi. İkincisi, o hazır bir yeri yox, sadə, bəlkə də heç kimin istəmədiyi, inkişaf etməmiş bir torpaq sahəsini seçdi. Sanki dedi ki, mən buranı öz zəhmətimlə quracağam. Və üçüncüsü, bəlkə də ən əsası, onun üçün yerin maddi dəyərindən daha vacib bir şey var idi. Mənəvi mərkəzə, yəni Şilodakı müqəddəs məbədə yaxın olmaq. Bu, onun həyatda nəyə üstünlük verdiyini çox açıq şəkildə göstərir. Bax, bu sitat elə bil ki, Yeşuanın ürəyinin səsini bizə çatdırır. Onun üçün əsl zənginlik torpaqlar və ya status deyildi. Əsl arzu daha dərin, mənəvi bir bağlılıq idi. Və bilirsiniz, o əslində hamımızın içində bir yerdə olan o ilahi yaxınlıq axtarışının, o həsrətin bir ifadəsidir. Yaxşı, çox gözəl hekayədir. Bəs bunun bizə, bugünə nə dəxli var? Yəni, bu cür hekayələr sadəcə ilham verici nağıllardır, yoxsa onların bizi həqiqətən dəyişdirmə kimi bir gücü var? Maraqlıdır, eləmi? Gəlin cavabı müasir elmdə axtaraq. Görək beynimizdə nələr baş verir? Sual budur, bir hekayəni dinləmək və ya kiminsə nümunəvi davranışı izləmək, bu bizim kimliyimizi, xarakterimizi necə dəyişir? Bu sadəcə məlumat almaqdır, yoxsa daha dərin bir proses gedir? Baxın, elm bizə yüzgün neyronları deyilən möhtəşəm bir şeydən danışır. Bunlar bizim beynimizdəki xüsusi hüceyrələrdir. Təsəvvür edin, siz kiminsə əsnədiyini görəndə siz də əsniyirsiniz, elə deyilmi? Və ya kimsə gülümsəyəndə istər-istəməz sizin də üzünüzə bir təbəssüm gəlir. Bax, bunun səbəbi o güzgün neyronlarıdır. Onlar biz kimisi müşahidə edərkən elə aktivləşirlər ki, sanki o hərəkəti biz özümüz edirik. Bu, görməklə etmək arasındakı sərhədi demək olar ki, aradan qaldırır.
Empatiyanın başqalarından öyrənməyin bioloji əsası məhz elə budur. Yəni proses çox sadədir. 1. Siz müşahidə edirsiniz. 2. Beyniniz mən də bunu edərəm siqnalını verir. Və 3. Zamanla müşahidə etdiyiniz o keyfiyyətləri özünüzdə təcəssüm etdirməyə, yəni mənimsəməyə başlayırsınız. Və bu təkcə fiziki hərəkətlərə aid deyil. Eyni ilə təvəzzökarlıq, səbr, cəsarət kimi xarakter xüsusiyyətlərinə də aiddir. Deməli, bu elmi kəşf bizi çox dərin bir mənəvi həqiqətə gətirib çıxarır. Məlum olur ki, daxili dəyişim və ya transformasiya dediyimiz şey boş sözlər deyilmiş. Bunun bioloji bir əsası varmış. Əgər beynimiz gördüklərini təqlid etməyə bu qədər meyillidirsə, onda sual budur, biz nə izləyirik? Diqqətimizi nəyə yönəldirik? Çünki məsələn, İsa kimi kamil bir xarakter nümunəsi haqqında dərindən düşündükdə, o güzgü neyronları işə düşür və sözün əsl mənasında xarakterimizi içərdən hüceyrə səviyyəsində yenidən formalaşdırmağa başlayır. Baxın, bu sitatda məhz bunu deyir. Prosesin sonunda nə baş verir? Mərhəmət və sevgi. Bunlar bizim üçün məcburi bir vəzifə olmaqdan çıxır, təbii bir instinktə çevrilir. Yəni, bu dişini sıxıb, mən yaxşı olmalıyam demək deyil. Bu sadəcə doğru nümunəyə baxaraq təbii şəkildə baş verən bir dəyişimdir. Belə çıxır ki, hər birimiz davamlı olaraq iki fərqli qüvvənin təsiri altındayıq. Bir tərəfdə dünya var, o bizi öz qəliblərinə salmağa çalışır, yəni kənardan içəriyə doğru təzyiq göstərir. Digər tərəfdə isə daxili bir yenilənmə var. Bu, diqqətimizi ilahi olana yönəldikdə içəridən xaricə doğru baş verən bir transformasiyadır. Biri təzyiqdir, digəri transformasiya. Seçim isə hər zaman bizimdir. Və bu təvəzzökar qəhrəmanlıq hekayəsi təkcə Yeşua ilə məhdudlaşmır. Onunla çiyin-çiyinə mübarizə aparan bir silahdaşı var idi. Kalev. Onun da həyatı bizə sarsılmaz imanın və cəsarətin nə demək olduğu barədə çox dəyərli dərslər verir. Kalevin hekayəsi bizə göstərir ki, əsl daxili güc bir anlıq qərarla yaranmır. Yox, o, 10 illər boyu bəslənən, sınaqlardan keçən sarsılmaz bir imanın nəticəsidir. Baxın onun bu 45 illik iman səyahətinə. Hər şey gənc ikən başladı. Hamı qorxudan titrəyərkən o inandı. Sonra tam 40 il səhrada gözləməli oldu. Heç bir şikayət etmədən səbirlə və nəhayət 85 yaşına çatanda fiziki gücü hələ də yerindəykən nə dedi, bilirsiniz? O zaman hamının qorxduğu ən çətin yeri mənə ver. Bu bir ömür boyu sönməyən bir imanın, sarsılmaz bir sədaqətin hekayəsidir. Bəs onu bu yaşda buna sövq edən nə idi? Şəxsi şöhrət? Qətiyyən. Baxın, onun əsl məqsədi başqa idi. O başqalarına bir nümunə olmaq istəyirdi. Allahın gücünü göstərmək, insanlara baxın, atalarımızın qorxduğu o şey əslində fəth oluna bilər mesajını vermək istəyirdi. Onun gücü də eyni ilə Yeşua kimi başqalarına xidmət etmək arzusundan gəlirdi. Yaxşı, bəs bütün bu hekayələrdən, Yeşuadan və Kalevdən götürəcəyimiz əsas dərslər nələrdir? Birincisi, həqiqi liderlik oturacaq deyil, xidmətdir. İkincisi, təvəzzökarlıq zəiflik deyil, ani mənfəət yerinə əbədi dəyəri seçməkdir. Üçüncüsü, nəyi izləyiriksə, ona çevrilirik və dördüncüsü, illərlə bəslənən iman sarsılmaz bir cəsarət doğurur. Bu prinsiplər bilin ki, zamanla köhnəlmir və bütün bunlar bizi son, amma ən vacib bir suala gətirib çıxarır. Əgər beynimizdəki o güzgü neyronları daim işləyirsə, əgər xarakterimiz baxdığımız şeylərlə formalaşırsa, o zaman ən həlledici sual budur. Siz kimi izləyirsiniz? Sizin diqqət mərkəzinizdə kim var? Çünki unutmayın, nəticədə nəyi seyr edirsinizsə, ona da çevriləcəksiniz. Düşünürəm ki, bu üzərində düşünməyə dəyər bir məsələdir. Bizi dinlədiyiniz üçün təşəkkür edirəm.